Əziz dostlar, bugün sizə də hamımıza bəlli olduğu kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqust 23-24 tarixində Özbəkistan Respublikasına etdiyi rəsmi səfər və bu iki qardaş ölkə arasında olan münasibətlər əlbəttə bizim əsas xəbərimiz, xəbər manşetimiz olaraq qalır və biz bu səfəri izləyirik və onu dəyərləndiririk. Bacardığımız qədər əlbəttə mən bu səfər çərçivəsində bağlanan istər ticarət, iqtisadiyyat, istər investisiya əməkdaşlığı, istər nəqliyyat, istər tranzit imkanlarından daha səmərəli istifadələr üçün bağlanan müqavilələrdən və yaxud da bu əməkdaşlıq haqqında olan sazişlərdən deyil, məhz humanitar əməkdaşlıqdan, illah da mədəniyyət körpüsündən bəhs eləmək istəyirəm. Çünki mənim diqqətimi xüsusi olaraq hər iki ölkənin birinci xanımının münasibətləri, onların görüşü və onların bir-biri ilə olan ünsiyyəti, onların apardığı digər siyasi xətt daha çox mənim diqqətimi cəlb elədi. Bunun adına əgər bu ifadəni işlətmək caizsə, buna elə yumşaq siyasi güc deyərdim. Çünki bütün bu bağlanan siyasi müqavilələr bir müəyyən zamandan sonra öz ömrünü bitirə bilər, öz qüvvəsini dəyişə bilər, məcrasını da dəyişə bilər. Amma mədəniyyət körpüsü əbədi və əzəlidir. Çünki bu mədəniyyət körpüsü əslində hər birimizin məxsus olduğu və illərlə yaşayaraq bugünə gətirib çıxartdığımız bizim milli kimliyimizdir və biz bu milli kimliklərin əslində birləşməsi işini görürük bu mədəniyyət körpüsü ilə. Və birinci xanımların apardığı bu görüşlər əslində bu mədəniyyət körpüsünün necə səmimiyyətlə, necə böyük sevgi ilə bağlandığını və bu mədəniyyət körpüsünün necə sevgi ilə nəfəs aldığını özündə ehtiva edirdi. Mən Özbəkistanda 2 dəfə səfərdə olmuşam, rəsmi səfərdə olmuşam. Bu Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin çox böyük peşəkarlıqla təşkil elədiyi, çox böyük əmək sərf edərək təşkil elədiyi 2 böyük səfərdir. Bunun biri təxminən 10 il bundan əvvəl Azərbaycan kinosu 10 günlüyü idi. O zaman mənim Özbəkistanda, Daşkənddə bədii filmim olan Məhkumlar filminin təqdimatı oldu və film təqdimatından sonra mən Özbək xalqının, mən sadəcə Özbək mədəniyyət xadimlərini demək istəmirəm, bütövlükdə Özbək xalqının bizi necə sevdiyinin fərqində oldum. İnanın, bu sevgi hər addımda hiss olunurdu və bu sevgidən doğan o qohumluq hətta o qədər idi ki, mən uzun müddət bu sevginin təsiri altında yaşadım və həmin səfər zamanı biz həm də Səmərqəndə səfər elədik və bu daha çox mənim istəyim və israrım idi. Çünki mən həmin zamanlar Azərbaycanda Hüseyn Cavidin Əmir Teymur əsəri əsasında Topal Teymur əsəri əsasında Əmir Teymur tamaşasını hazırlayırdım və mənim Teymurun bir hökmüdar, bir cahan fatihi olmaqla bərabər həmçinin Əmir Teymuru mən Tuzaqları vasitəsilə tanıyırdım və Əmir Teymur haqqında mənim üçün çoxlu suallar var idi. Çünki əslində tamaşa da məhz bu Türk xalqları arasında olan bağlanmalı olduğu halda kəsilən münasibətlər və bəlkə də bizim böyük Turana gedən yolumuzun kəsilməsi üçün səbəb olan hadisələr sonluğuydu ki, mən Əmir Teymur haqqında böyük suallarım var idi. Və Əmir Teymurun sərdabəsinə daxil olanda hamı bilir ki, o öz müəlliminin ayağı altında dəfn edilib və məni orada sərdabə üzərində Firuzədən olan bir sərdabə üzərində, Firuzə daşları üzərində olan bir yazı cəlb elədi və bu yazını oxumağa cəhd elədim. Yəni orada olan yerli əməkdaşlarla, onların heç biri bu yazını tam olaraq oxumağı boyunlarına almadılar və mən o zaman həm də mən Uluq xanın məqbərəsinə baxıb gəlmişdim və orada da Azərbaycan bilirsiniz ki, memarlıq məktəbinin bir nümunəsi var. O köşə memarlıq məktəbi olaraq orada da var idi və mən orada Uluq xanın məqbərəsinin axundundan bunu xahiş elədim. O Azərbaycanlı olduğumu bilərək və buna xüsusi ehtiram göstərərək o mənimlə yenidən Teymurun məqbərəsinə gəldi və o yazını oxudu. O yazı mənim üçün Teymuru kəşf elədi. O yazıda belə bir ibrətamiz, bir gözəl, bir müdrik bir insanın gəldiyi qənaət yazı var idi. Cahan səndən imtina etməmiş, sən cahandan imtina elə.
mən bu söhbətin, bu sözün, bu məntiqin, bu fikrin arxasında bu qədər dünyaya realist baxan və dünyanın tempo ritmini, dünyanın zaman maşınını bu qədər yaxından dərk edən Teymuru gördüm və başa düşdüm ki, vaxtı ilə buraxdığı bax o türkçülüyə, bax o böyük Turana gedən yolun kəsilməsindəki o Yıldırım Bəyazitlə olan münasibətləri buna birbaşa olaraq səbəb oldu. Bəlkə də bunun acısını yaşadığına inandırmaq istədim özümü. Bu mənim Özbəkistan haqqında və Özbəkistanın yetirdiyi bu Fatih haqqında böyük mənada bir valihliyim, bir mütəəssir olduğum bir hadisədir. İkinci səfərimdə isə mən Əmir Teymurdan sonra ikinci dəfə artıq Nəsimi şəxsiyyətinə olan münasibətdən danışacağım. İkinci səfərim isə 3 il bundan əvvəl baş tutdu. Bu da eynən Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin böyük şövqlə, böyük zənginliklə təşkil elədiyi bir mədəniyyət 10 günlüyü idi. Bu Nəsimi yubileyi ilə bağlı idi. Bilirsiniz, mən Nəsiminin yubileyi üçün mən İlqar Fəhminin qələm aldığı Mən əsərinin tamaşası ilə bu Mədəniyyət Nazirliyinin keçirdiyi bu tədbirlərdə iştirak edirdik və Mədəniyyət Nazirliyində Nəsimi yubileyi üçün özbəklərə bütün fazalarda, bütün şaxələrdə təqdimat vardı. İstər ədəbiyyat, istər mədəniyyət, istər şifahi xalq ədəbiyyatı, istər rəqs, istər musiqi, istər opera, bütün hamısını nəzərə alınmışdı və Mədəniyyət Nazirliyinin bu tədbiri çox möhtəşəm idi. İnsafən bu iki xalq arasında atıla bilən ən böyük addımlardan elə biri də buydu və o zaman özbək tamaşaçısının, özbək ziyalı tamaşaçısının Nəsimiyə verdiyi qiymətində fərqindəydim. Mən tamaşasından sonra bəlkə də paralel olaraq o tamaşanı qəzəllərinin söylənməsində nə qədər sinxronluq var idi və Nəsimiyə olan sevgilərinin anladıqları qədər də sevgi ilə ötürməklərindən fərqində oldum və dövlətimizin əslində zəngin irsinin qorunması anlamında atılan bu addımlar, bu təbliğ anlamında mən başa düşdüm ki, artıq özbəklər bizim mədəniyyəti öz mədəniyyətləri kimi qəbul edərək bunu bu qədər sevirlər. Özbək xalqına olan sevgimiz, onların bizlə bu qədər iftixar eləməsi və bugün artıq bizim də bu münasibətlərin qarşılığında bir qardaş xalq olaraq onlarla iftixar eləməyimiz və sevgimiz bu bizim iki xalqın əslində yaradıcı platformalarda görüşündən başqa həm də çox böyük dağılmayacaq bir körpünün, mədəniyyət körpüsünün bağlanması idi. Mən əminəm ki, bu görüşlər əslində özbək xalqı ilə bizim xalq arasında olan bütün milli, mənəvi bağlardan başqa, təbii ki, bu həm də bir siyasi addım idi, bu siyasi bir həyata keçirilən proje idi, amma bunun içində mənə ən çox valeh edən özbək xalqının bizim milli xüsusiyyətlərimizə, bizə bir xalq olaraq, bir qardaş xalq olaraq bizim mədəni irsimizə olan münasibəti doğrudan da böyük hörmətə və sevgiyə layiq olduğunun fərqindəyəm və bu səfər bir daha onu bəyan elədi ki, biz qardaşlarımızla, biz qan qardaşlarımızla, türk qardaşlarımızla, böyük türk ailəsində olan üzvlərimizlə görüşürük və bu yetər idi ki, mənim ölkəmin cavabdehinin və əlbəttə ki, onun ailə üzvlərinin bu xalqa olan sevgi ilə baxışlarında və qəbul edildikləri hər bir sözün məmnunluğunda özünü bir daha göstərsin. Mən düşünürəm ki, hər şey müəyyən zamanını yaşayır. Bütün münasibətlərin sonunda əlbəttə heç də həmişə müqavilələr dayanmır, hərçənd ki, bu müqavilələr işin xeyrinə xidmət edir, amma mən daha çox iki kök olaraq eyni kökdən gələn xalqların bir-birinə olan sevgisinin daha çox merak edirəm və buna daha çox fokuslanıram. Və doğrudan da dünyada bizi bir-birimizə bağlayan bu sevgi xətləri birləşdikcə böyük mənada böyük türk ailəsinin yenidən bağlanması, yenidən bərqərar olmasına gətirib çıxardacaq. Teymurun o zaman ata bilmədiyi addım bugün atılır və bu əslində böyük türklərin türk dünyasına olan verəcəyi töhfədir. Böyük türk dünyasında bu ailənin içində hər birimizi sevgi ilə
sevgi ilə görmək, qarşılamaq şərəfi ilə. Sağ olun dostlar.